Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 18 Ekim 2025 Cumartesi. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notlarının en başında en önemli haber var sanırım. Bugün Azerbaycan için büyük bir gün değil mi? Milli bir bayram. Bəli, tamamilə doğrudur. Bugün Azərbaycanın dövlət müstəqilliyinin bərpası günüdür. Azadlıq qəzetinin də xatırlatdığı kimi 34 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul edib. Bu, müasir Azərbaycan dövlətinin ən önəmli günlərindən biridir. Ne güzel. Bütün Azerbaycan halkının bağımsızlık gününü kutluyoruz o zaman. Dış siyasete geçelim istersen. Dün konuştuğumuz bir konu bugün yine manşetlerde. Gazze'ye gönderilmesi planlanan istikrar gücü için Azerbaycan'ın adı geçiyor. Bəli, dünən də bu mövzunu müzakirə etmişdik. Bugün də Meydan TV-nin xəbərində yer alıb. Amerikanın Politico jurnalı yazıb ki, Qəzza zolağına göndərilməsi planlaşdırılan sabitlik qüvvələri üçün Azərbaycan, İndoneziya və Pakistan əsas namizədlər sırasındadır. Onu da qeyd edim ki, Meydan TV daha çox müxalif mövqeylə tanınır. Anladım. Yine dün konuştuğumuz bir başka konu Fransa ile ilişkiler. O konuda da bir gelişme var sanırım. Buzlar eriyor demiştik. Bəli, BBC Azəri bu mövzuda bir analiz yayımlayıb. Prezident İlham Əliyevlə Fransa prezidenti Emmanuel Macron arasındakı son görüşlərdəki səmimi görüntülər iki ölkə arasında yeni bir diyaloq dövrünün başlaya biləcəyi şərhlərinə səbəb olub. Ne güzel. Umarım gerginlikler yerini diyaloğu bırakır. Şimdi notlarında daha ciddi iç meselelere bakıyorum. Tutuklu bir gazeteci olan İmran Aliyev'in sağlık durumuyla ilgili endişe verici bir haber var. Təəssüf ki, elədir. Məhbus jurnalist Məclis.info platformasının rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər olduğu bildirilir. Azadlıq qəzetinin yazdığına görə, yaxınları onun vəziyyətindən çox nigarandılar. Nigaran yani endişeliler, kaygılılar demek. Doğru mu anlıyorum? Bəli, tam olaraq o deməkdir. Çox narahatdılar və lazımi tibbi yardımın göstərilməsini tələb edirlər. Umarım sesi duyulur ve sağlığına kavuşur. Yine iç gündemden bir haber, Bakü'deki Tezepir Camii çevresindeki yıkımlarla ilgili bir mahkeme kararı var. Bəli, bu da Azadlıq qəzetinin xəbəridir. Tarixi Təzə Pir məscidi ətrafındakı binaların sökülməsi qərarına qarşı çıxan sakinlərin iddiası məhkəmə tərəfindən rədd edilib. Məhkəmə evlərin hələ sökülməməsini əsas gətirərək müraciəti əsassız sayıb. Evleriniz daha yıkılmadı, o yüzden davanız anlamsız gibi bir karar yani. Garip. Biraz da ekonomiye bakalım. Notlarında inanılmaz bir rakam var. Azerbaycan'ın altın ithalatı rekor kırmış. Bəli, Trend.azın xəbərinə görə, Azərbaycan 2025-ci ilin ilk 8 ayında təxminən 38 ton qızıl ithal edib. Bu, təxminən 4 milyard dollar dəyərindədir və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artımdır. 4 milyar dolar. Vay be, neredeyse küçük bir ülke bütçesi. Son olarak biraz daha diplomatik bir haberle kapatalım. Cumhurbaşkanı Yardımcısı Mehriban Aliyeva Vatikan'daymış. Bəli, Dayaz.azın yazdığına görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan bağlarında ağac əşmə mərasimində iştirak edib. Bu, Azərbaycanla Vatikan arasındakı mədəni əlaqələrin bir göstəricisi kimi qiymətləndirilir. Ali, bugünkü notlar için çok teşekkürler. Yine dop dolu bir gündemdi. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.